Hamıya salam uşaqlar. Bugün yeni bir videoyla qarşınızdayım. Bugünkü videomuzun e, əsas məqsədi qardaşımdır. Videonun çəkməyim, paylaşmamın əsas məqsədi. Qardaşımın yarış vlogu olacaq bu video. İndi təbii ki, keçid eləyəcəm videodan, görəsiniz özünüz. İlk öncə qardaşımı tanıyaq. Qardaşım Musa Mehdizadə. Sabah da mən düşünürəm ki, bu adı... Salam aleyküm. Sabah bu adı ümid edirəm ki, səhnədə çox eşidəsiniz. Nəysə, keçək məncə videonun əsas məqsədinə. Mənim sənə səsləndirmək istədiyim bir sual var. Onları istəyirəm cavab verəsən. İstəyirəm ilk növbədə yarışa hazırlıq haqqında danışasan. Yəni necə başladın və nə vaxt ağlıma qoymuşdun ki, mən yarışa girmək istəyirəm ya da ki, belə də yəni bu idman haqqında falan danış da sən ümumi olaraq. Mən artıq 3 ilə yaxındır ki, bu idman içindəyəm. Bu idmanda uğur qazanacağıma, yəni o dövrdən bəri, yəni genetikamın yaxşı olduğunu görəndən bəri bu yarış fikri mənim ağlımdaydı onsuz. Sadəcə may ayında mənim trenerimdə Niadın çıxışından sonra dəqiq qərar verdim. Sonra oturduq, onunla söhbət elədik ətraflı. Ondan sonra hər şey netləşdi. Okey. Hazırki formun haqqında nə düşünürsən? Yəni, səncə yetərlidirmi sənin üçün yarışa? Hazırki formum haqqında, hazırki formu bəyənirəm. Hətta çox adamdan da bunun tərəfini alıram. Sağ olsunlar. Hal-hazırda yorğunam və yəni çökmüş haldayım belə hesablayım. Amma ki, əlimdən gəldiyi qədər və hal-hazırda belə deyirlər də oyundayım həqiqətən də və tam hazır şəkildə sabah gözləyirəm. Sabah inşallah Allahın da köməkliyi ilə yaxşı bir nəticə ilə qayıdaram. Amin. İnşallah, təbii ki. Yarışda olan hamıya uğurlar arzu edirəm. Lap başda qardaşım olmaqla. Sonra dostum Nihat, o bir dostum Anar. Ümid edirəm ki, hamısı yaxşı nəticə göstərəcək. Yəni, çəkdikləri əziyyətin qarşılığını görəcəklər ümid edirəm. Amin. İnşallah. Belə bir sual vermək istəyirəm sənə. Nə düşünürsən yarışdan sonra mənim yarışa hazırlaşmam haqqında? Yəni, təbii ki, ən birinci öz üstündə işləməlisən, yəni kütlə qoymalısan üstüə. Ondan sonra bu haqda danışarıq. Yəni, bu haqda danışmaq hazırda tezdir. Mən öz yarışımın sabahki nəticəsini görəndən sonra 1-2 həftə özümə gəlmək müddəti var yəqin ki. Hətta bu daha da uzun çəkə bilər. Ondan sonra bunun haqqında ətraflı danışacağıq. Nəysə, mən düşünürəm hər şey yaxşı olacaq. Həm qardaşım haqda, həm də özüm haqda. İnşallah gələcək daha xoş bir planlarda qarşınızda olacağam. Bir-iki fikrim var, planlarım var. İndi isə keçək videoya. Videonun bilirəm başlanğıcı biraz çox uzun oldu, 4 dəqiqə və buna baxasınız ümid edirəm. Nəysə, sağ olun, keçək yarışa. Sərbəst pozlar işləyin özünüz elə belə, prosta qəşəng, ay sağ ol.
Nicat Məmmədov 46 nömrəli idmançı, Musa Mehdizadə 105 nömrəli idmançı və Anar Əliyev 101 nömrəli idmançı. Dört nömrəli idmançı. %105-95 arkaya çek hamımız. Pozda. At, eller at. Otur, pres otur. Pres otur. Drop like flies in this bitch. I cut ties in this bitch. I'll cut ties in your face. Yeah, cut you like a lace. Nothing I do could be replaced. That's why I'm living out in space. I take the money to another level. I take the plane to another level. I take the highest to a new level. I take it high to a new level. Keep thinking way past you to show. Yeah, I ain't mean to burst your bubble, but I ain't in the make. Vaxt ayağını unutmaq olmaz. Eyni hərəkəti bək olaraq davam elətdirir. Bəklə çıxır. Arka ayağı sık, arka çaltı sık. Ay yaşa. At, 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 at. Ayağla, ayağla. Ayağla. Növbəti kateqoriya keçid alırıq. Men's Plastik Fizik Junior kateqoriyasında idmançılar səhnəyə dəvət olunur. Ne gedir? Hakkında hakikaten. Çağıran da mən.
Nice. Bəli, uşaqlar, deməli, qısa və öz tutmaq istəyirəm videonun qutaracağını daha doğrusu. Deməli, dedik və elədik, qısa konkret. Bir dənə Men's Athletic Junior, birincilik. Bəli, birincilik. Sonra Men's Athletic Open, ikincilik. İkincilik, oradadır. Okey, Men's Physique Junior, ikincilik. Bir də Men's Physique 1.76, üçüncülük. Bu təbii ki, ilk yarışa görə çox böyük bir nailiyyətdir. Çünki bizim bilmədiyimiz bir sahə və ilk dəfə də belə biz şeylə qarşılaşırıq da, yəni. Və üstəlik bir dənə də kubokumuz var. Daha doğrusu qardaşımın da hamısı. Yəni bir dənə də kubokumuz oldu. Mən şəxsən çox sevinirəm, yəni qardaşımın bu nəticəsini məni çox sevindirir. Həm onun əziyyəti yerdə qalmadı, həm heç birimizin əziyyəti yerdə qalmadı. Lap başda anam olmaqla. Hamıya təşəkkür edirik. Əlbəttə birinci anam olmaqla. Hamıya təşəkkür edirik. Çox sağ olun. Ciddən, yəni yanımızda olanlar, olmayanlar, yəni sağ olun. Ən azından bir təbrik edənlər, bir iki cümlə yazanlar, hamınız çox sağ olun. Videomuz bu qədər idi. İnşallah baxarsınız, maraqlı olar sizin üçün. Bundan sonraki videoda görüşərik. Sağ olun.